Bizim kənddə 11 nəsil vardı. Hər trenin öz adı vardı. Bizim nəslin adı Pir Sultanlılar idi. Pir Sultan nəsli. Vaxtı ilə bizim ulu babamızı Pir Sultan Abdalı Xızırpaşa Sivas'a boğazından astırır, banazlar. O məskün olanda bizim nəsildən, Pir Sultan nəslindən 12 nəfər ayrılıb Kimə daş yaxınlanır, Qasım dağlarının ətəyinə gəlir. Orada bir böyük kənd salırlar. Kimə daşın yaxınlığında, Qasım dağlarının ətəyində. Mən onlara qonaq getmişəm, bana qurbanlar da kəsdilər. Oradan bir müddətdən sonra yenə 12 nəfər gəlirdi. 12 nəfər də oradan alır, bu Gəncə şəhərinə gəlir. Və burada gələndə o xəbər tuturlar ki, o Pir Sultan dağını Şah İsmail bizə veribdir. Ora bizim yerimizdir. Buradan yenə 12 nəfər yaylağı edirlər. 12 nəfər ayrılır, o dağın ətəyində kənd salırlar. İldən mən mətbuata çıxış edirəm. Mənim indi 77 yaşım tamam olur. Mən 13-14 yaşımdan şeir yazmışam. Əlbəttə özümə məxsus, primitiv qaydada. Məsələn, kəndin çaydaşmışdı, ki elti dalaşırdı, əlifbanı mən bilmirdim. Qazolçuların əyrim yürüm çayı açsızlaşdı, ilmi ilə mərdə qarşı, ilmi yaldan şikayətə qarşı. Gəldi, gördü, buzoyu birləşdi, qarnını deşdi. Belə bu cür yüngül şeirlər yazırdı, körpə əlifbanı bilməyən dövrdə. Bu mənim qanımdan gəlirdi, Pir Sultan abladan gəlirdi. Bu mənim genetik əlaqəm idi, genetik yaddaşım idi. Heç təsadüfi deyil ki, mən internetdə qutarmışam orada məktəbi 8-9-10-u. Mənim yoldaşlarım çoxdur, Dülgər oldu, Bənna oldu, yaxşı sənətkar oldu. Amma mən şeirdən, sənətdən əl çəkmədim. Mənim qanım heç yana dönməyim imkan vermədi. Mənim qan yaddaşım, mənim müəllimim oldu, yolçum oldu. İnstitut qutardıqdan sonra Daşkəsən Qəzəsində redaktor getdim. Oradan gəldim, rayonlar arası qəzet yaratdılar. 6 rayonda ona redaktor oldum. Ondan sonra rayon qəzetlərlər olanda mənim namizədli işim Ağdabanlı quru və mühasirələri idi. Kəlbəcərə təyinat aldım. Göyçə mühitini, Kəlbəcər mühitini dərindən öyrəndim. Onsuz da mən oraya gedincəyə qədər aşıq yaradıcı üçün, folklor üçün hazır tədqiqatçı idim. Hələ 1955-ci ildə avqustun 22-sində Gənclər Qəzetində folklorumuzu toplayaq məqaləm çıxıb. 1955-ci ilin 6 sentyabrda Ədəbiyyat Edisində məqaləm çıxıb. Sağ savaları diqqətlə toplayaq. Yəni mənim tədqiqatçılığım 55-ci ildən başlayıb. 1954-cü illər Yeni Daşkəsən Qəzetində redaktor getdim. Mükəmməl işə başladım, fərqlənmə şəhti ilə. O zaman rayon işçilərinin maşını yox idi. Təkcə raykom 1-ci katibin göy dakika kimi bir birisi var idi. Bizim hər birimizin xüsusi atı var idi. Raykomun at mehtər otağı vardı. Mənim də bir atım vardı, yəhərli güvənli. Tarıya çıxanda xəbər verirdim o at saxlayana, atı gətirdi rəssən qabağına. Mən el oldu ki, Qabaqtəpəl getməli oldum. Atı minib getdim. Burada çoxlu aşıq bəstinin şeirlərini toplamışdım orada. Çox yayılmışdı. Şair Cavadın şeirlərini toplamışdım. Ayrım İsmailoğlu 18-ci əsrdə Cavad xandan deyişib. Onun şeirlərini girmişdim. O dövrdə yaxşı səsim var idi. Avazla oxuyardım, səsim gələrdi. Xüsusən Şah İsmailin ayaq alar, görün nələrdən ayrıldım. O şeiri çox ucadan oxuyardım, bilərdilər deyər sərnit oxuyan. Gördüm, indiki dağ dəryaçası çalıblar Qoşqarın ayağında. Onda dəryaça yox idi. Onun üst yanında Söğütlü dəyərman deyərdilər. Çox qədim dəyərman idi. Dəyərmanın yeri qalmışdı. Bir də üstündə yeni
Söğüt nəsil pöhrə verib qalxırdı. Gün orta qoyunca saxlayan adamın dibində. Gördüm buraya çoxlu adam yaşıb. Dedim yarın maraqlı hadisədir, qəzet üstündə material ola bilər. Atı sürdüm, atı söyüdə bağlı düşürüm. Gördüm İshak Cəfərovdur. Bu ağlayır. Arxeolog. Mən soruşdum, böyük alim, siz nə üçün ağlayırsınız? Deyir ki, balam, buraya mən ümid edim, buradan müsəlman qəbri çıxacaq, onu yoxlayacağım. Yenə xaricilərdir. Yenə Romalıların, başqa yerlərin burada. Dedim, Allaha şükür. Böyük alim dedim. Bütün Azərbaycanı insan bədəninə bənzətsən, bizim ayaqlarımız aramdır, düzəngahlardır. Başımız bax bu dağlardır. Düşmən ayağımızı ayaqlasa da əlini başımıza vura bilməyib. Bunun ayağında can veribdir. Dedim, neçə illər Ərəb mağarlarında, yaslarında dağlara qarğıyıblar. Dağlar sənəmə dağ çəkdi. Mənim oğlum dağların ətəyində buzda dondu, qarda dondu. Dedim, ona görə sən sevinginən ki, düşmən gəlib, başımıza əlini vuramayıb, dağlarımıza üzünü belə tutub, həsrətlə can veribdir. Dedək, sən nə ilə məşğulsan? Dedim ki, redaktoram. Mənim meylim folkloradır. Özüm də bir dəfə daxil olmuşam, imtihan verib. Lakin iqtisadi imkanım olmadığı üçün mən davam etdirə bilməmişəm. Dedi, yox, mən çatan kimi həmtarası ilə də, təması ilə danışacağım, səni mütləq apartıracağım. Folklor tarix deyil. Folklor tarixsiz də deyil. Onda tarixin ya özü, ya izi, ya hər hansı bir əlaməti yaşayır. Mən bir adicə fakt deyim sizə. Nənəm yumaq-yumaqlayardı. Yerdən bir daş götürər, ya tıxmalaq deyərlər, odun qırğıb. Başlayardı ipi yumaq-yumaqlamağa. Onu kimin başına vursan yarardı. Birdən nənəmin yadından daş da çıxırdı, xımalaq da. Onsuz yumaqlayırdı. Əlindən belə basan kimi dağılırdı. Yəni onun nüvəsi, həqiqəti o daş, o xımalaq idi. Folklorun da həqiqəti tarixdir. Onun özəyindədir. Onun üstünə hər əsrin arğacı var. Onun üstünə ilməsi var. Onun üstə dolanır. Əgər tarixin həqiqəti onun özəyində dayanmasa, nənəmin o yumağı kimi olsa dağlar. Onu yaşadan onun özəyidir, onun içindəki enerjidir. Onun içərisindəki tarixi faktdır. O onu əzizləyə, gələcək nəsillərə ötürmək üçün yaşadır. Öz üstündəki arğaçları ilə beraber, ilmələri ilə beraber. Bax bu şəkildə. Folkloru mən belə başa düşürəm. Mən folklorla məşğul oldum. Folklorla məşğul oldum. Və baxdım ki, aşıq yaradıcılığı ilə əlaqədar onun ayrıca öyrənmək mümkün deyildi. Şeiri, musiqisi, dastanı. Xoşbəxtlikdən Ağdabanlı Qurban Bulağı Məclisi Aşıq Ələsgərin təklifi ilə Qurban Bulağı Məclisi yaratmışdı. Onun ətrafında Bəsli idi, sənətkar Abdullah idi, Növrət Zumandı. Ələsgər də ümumi rəhbər kimi Qurbanı idi, Şəmkir idi. Bunun daxilində geçirdilər. Bunların əlaqəsi Şəmkirlə idi. Şəmkir Hüseynlə idi. Orada yaranan dastanı havanı burada öyrənirdilər. Burada yarananı oraya göndərirdilər, mübadilə. Amma bunun dalğası Göyçə dalğası idi. Göyçədəki Miskin Abdal məktəbi vardı, aşıq məktəbi idi. O məktəbin təsiri Kəlbəcərdə aşıq sənətini formalaşdırmışdı. Onların ikisini bir-birindən ayırmaq qeyri-mümkün. Arada bir dağ var, bir təpə var. Demək olar sənət eynidir. Mən evdə bənd alan adam olmamışam. 55-ci ildən çöllərdəyəm. Bir də eşidərsən ki, Özbəkistanda Şahmərdan dağındayım. Bir də eşidərsən ki, Dərələrdə Qanlı Gölün yanındayım. Bir də eşidərsən Borçalda Koroğlu qalasının böyründəyəm. Bir də görürsən Laçında İlan qayasının böyründə tamaşa edirəm. Qaragöldəyəm, Koroğlu'nun qırası Qaragöldə qanaqda uçur, qayanın başına düşür.